Bir balaca bazarlıq elədim və fikirləşdim ki, sizə göstərməyim, çünki yoldaşım birinci mərtəbədə iş görür, səs-küy salır və bayaqdan gözləyirəm ki, o dayansın, drellə işini saxlasın, mən də tez çəkim. Baxıram ki, o dayanmaq bilmir. Mənim də işim o qədərdir ki, ona görə dedim bunu yığışdırsam əgər sizə göstərməsəm, hər dəfə qızlar yazırlar ki, nə almısan, qiymətləri də deyil, çünki hər dəfə qiymətlər qalxır, onlara da maraqlıdır. Və ona görə dedim sizə göstərim və səs-küy olsa da eyb yox, çəkim də. Hələlik dayandı, ona görə tez-tez çəkim. 30 dənə yumurta götürdüm. Sarı yumurta indi hal-hazırda 19 qəpiyyədir. Ağ yumurta isə 17 qəpiydir. Yumurtalar bahalaşdı. İnşallah tezliklə yay gəlsin, yayda yumurta qəpik quruşa satırlar. Sonra semiçka həmişəki kimi yoldaşım üçün almışam. 1 kilo indi bunu qəşəng yuyacağım və duxovkada qızardacağım. Gerkules götürdüm çəki ilə, bu daha sərf eləyir. Dadı eynidir, çünki mən paçkada da alıram. Çəki ilə olmayanda paçkalarda alıram və görürəm ki, eyni şeydir də. Və ona görə götürdüm biraz Gerkules. Bununla nə edəcəm? Kofemolkadan keçirdəcəm. Özümə arada piçeni hazırlayıram, çörək düzəldirəm, piroq, belə un, yəni istifadə eləmirəm də. Gerkules. Sonra 2 dənə spagetti götürmüşəm. Doymaq yaxşı spagettidir, mən bəyənirəm. Şey də alıram arada, Ankara. Ankara düzdür, biraz bahadır, 1 manat 70 qəpiyyədir, amma arada onu da alıram. İndirimdə olmayanda, başqa spagettilər indirimdə olmayanda Ankara alıram. Bu isə indirimdə olmuşdu. Pis deyil, yaxşıdır. Yapışmır, belə kaşa kimi olmur. Mən pişirəndə suyun içinə duz və duru yağı əlavə eləyirəm ki, makaron ya da ki spagetti yapışmasın. Və məndə heç vaxt yapışmır. Belə, spagetti götürdüm, 2 dənə çörək, sirap götürmüşəm qazlı. Bundan nə edəcəm? Bizdə sirop var, meyvəli siroplar var və ondan uşaqlara limonad hazırlayacağım. Çox dadlıdır, uşaqlar bəyənirlər, mən də xoşlayıram, amma indi mən qazlı heç bir şey içmirəm, hələ ki diyetadayam və ona görə uşaqlara eləyəcəm, özüm içməyəcəm, onlar xoşlayırlar. Sonra şey götürdüm, kök, 80 qəpiyə kilosu, çox qəşəngdir, sulu kökdür, təzədir də, yəni. Bir də kələm, kələmin kilosu 40 qəpiyyədir, bu bərk kələmdir, salat üçün, sonra turşu üçün, amma dolmalıq kələm 50-60 qəpiyyədir. Belə, vəssalam, bu qədər aldım. İndi tez bunları yerləşdirim, hərəsi öz yerinə və öz işimi eləməyə davam edim. Özümə yeni bıçaqları aldım, belə. Bu qədər, 3 dənə. Bunu artıq istifadə elədim. Elə evə gələn kimi yemək pişirmək lazım idi. Bunu sırası götürdüm, başladım kəsməyə. Və çox qəşəng iti bıçaqdır. Adı belədir. Çox qəşəngdir. Bunun da çuxolu var idi, amma mən tulladım. Çuxolda saxlamıram. Çünki işlədirəm, axı nə saxlayım ki çuxolda. Bir də belə yekə bıçaq aldım. Bunu da istifadə elədim. Və qərara gəldim ki, bunu elə çuxolda saxlayacağım. Çünki bunu hər gün istifadə eləməyəcəm. Çox qəşəng bıçaqdır, çox itidir və qorxuram ki, birdən şkafda təmiz bıçaq olmasa, birdən uşaqlar götürərlər, bununla nəsə kəsmək istəyərlər və barmaqlarını kəsə bilərlər. Çünki bu dəhşət çox iti bıçaqdır. Ona görə bunu çuxolda saxlayacağım. Bu da həmən o firmadır. Və bıçaq çox qorxuludur, çox itidir. Mən bunu istifadə elədim, indi meyvə doğramışdım, dedim görüm necə doğrayırım və gördüm ki, çox qəşəng iti kəsir. Həmən belə toxunan kimi ucu bir də görsən ki, kəsmirsən. Çox qəşəng bıçaqdır və ona görə bunu burada saxlayacağım bu çuxolda və yuxarı şkafa qoyacağım ki, uşaqların əli çatmasın. Çünki çox qorxuram, birdən əllərini zət kəsərlər. Belə, bir də belə bıçaq götürmüşəm. Bu kartoşka doğramaq üçün bıçaq. Bunun 2 tərəfi var. Biri belədir, biri də belədir. Baxın, bir tərəf belədir. Koreyski salat eləyəndə bundan kəsmək olar. Bir də adi, misal üçün kartoşka doğrayanda bundan kəsirsən. Baxın, belə uzun-uzun da kəsir. Bir də adi kartoşka necə soyursan, belə soyur. Metaliçiskidir, yaxşıdır. Nirjaveykadır. Məndə əslində var bu bıçaq. Sadəcə olaraq ki, bu çoxdankidir. Hardasa 3 ildən artıq bunu istifadə edirəm və bunu
burada həmişə çirkli olur. Bunu hər dəfə domestasa qoyuram belə. Durur, tərtəmiz ağappaq olur. Və birinci dəfə kartoşkanı soyandan sonra yenə də belə qara rəngdə olur. Ona görə estetik deyil, həm də ki uje bezmişəm bundan. İti də yaxşıdır. Bıçağı da kəsən tərəfi yaxşıdır. Pis deyil. Sadəcə olaraq ki uje bezmişdim. Ona görə bunu istifadə eləyəcəm. Bunu isə atmayacağam, saxlayacağam. Birdən lazım olar və ona görə bunu da saxlayacağam. Bir də bu daha rahatdır da, bu enlidir. Bu tez soyacaq. Kartoşkanın çox hissəsini götürüb soyacaq. Amma bu biraz balacadır. Ya da ki yox, elə bil lezva tərəfi eynidir. Amma yenə də məncə bu ondan daha yaxşı olacaq. Əslində buna çox öyrəşmişəm tutmağa da belə. Bunu biraz başqa cür tutursan və soyursan yuxarıdan aşağı. Bunu isə böyür üstə belə. Nəysə, öyrəşəcəm. Bunu gizlədirəm. Uşaqlar görməsin. Hətta uşaqlara da artıq demişdim ki, buna əl vurmayın, buna toxunmayın. Çünki bu çox qorxulu bıçaqdır. Evi biraz səliqəyə saldım və sonra keçirəm mətbəxə, çünki uşaqlara yemək hazırlamalıyam. Birini məktəbə yola salacağam, birini məktəbdən qarşılayacağam, sonra o birisini aparacağam, çünki bizdə 3 növbədir və ona görə hərə bir vaxtda gedir məktəbə. Uşaqlar ac getməsinlər deyə başlayıram yemək hazırlamağa. Axşamdan yemək qalanda çox sevinirəm, çünki fikirləşmirəm səhər tezdən nə bişirəcəm, uşaqları nə ilə yedizdirəcəm. Gedirəm həmən dəqiqə isidirəm və uşaqları yedizdirirəm. Özüm isə ev işlərlə məşğul oluram. Həmişəki kimi bizim ev işlərimiz heç vaxt bitmir.
Hər gün evdə iş var. Paltarları yuyuruq, gah qabları yuyuruq, ya da yemək bişiririk, nəsə hər gün bizim üçün iş tapılır. Amma mən arada özümə fasilə verirəm, heç nə yığışdırmıram. Uşaqlara deyirəm, misal üçün bir otağı elə belə üstündən təmizləsinlər. Hərəsinə bir tapşırıq verirəm və onlar sağ olsunlar, gedirlər və tapşırığı yerinə yetirirlər. Harç çıxartmışdım və fikirləşdim ki, küftə eləyəcəm. Sonra isə nədəsə birdən fikrim dəyişildi. Dedim, küftəyə oxşar bir sup hazırlayım. Xırda küftəciklər eləmişəm və onları birinci qızartmışam biraz və ondan sonra kartoşka gördüyünüz kimi biraz onu pörtlədirəm və ondan sonra üstündən su tökəcəm. Məndə bulyon, ətli bulyon olmadığına görə ona görə adi su tökmüşəm. Və buzluqda mən həmişə hazır bişmiş maşdır, noxud, lobya belə şeyləri saxlayıram ki, tutaq ki, birdən nəsə beynimə düşdü, aş hazırlamağa. Məndə hazır buzluqda maş var. Çıxardıram və əlavə eləyirəm və yeməyim tez pişir onda. İndi də istədim supun içində maş olsun. Buzluqdan çıxartdım, əlavə eləmişəm və hardasa 10-15 dəqiqədən sonra mənim artıq yeməyim hazır olacaq. Bir də çalışıram buzluqda məndə həmişə doğranmış göyərti olsun. Gəldim mətbəxə, çünki məndə belə burada kaşadır və sizinlə birlikdə gəlin buranı səliqə. Bu mətbəx məndə hər gün eyni vəziyyətdədir. Mənə elə gəlir ki, yəqin hamı da elədir. Çünki hər gün yemək bişirirsən, gündə 2-3 dəfə və nə qədər çalışsam da az qablar istifadə eləyim, alınmır. Bu mebelin üstü həmişə məndə belə bastırıq olur. Yer tapa bilmirsən ki, bir şey qoyasan ora. Bu da özümdən asılı deyil. Nə qədər özümə deyirəm ki, səliqəli işləyim, amma işimi qutarandan sonra baxıram, məndə stolda bir dənə belə yer yoxdur. Arxa fonda həmişəki kimi uşaqlar yanımdadır, oturub dərsini yazırlar. Uşaqlarda elə bir ki, vərdiş kimi oldu. Mən mətbəxdə iş görəndə, yemək bişirirəm ya da ki, səliqəyə salanda mütləq onlar da yanımda gəlib otururlar. Ya dərsini yazırlar, ya da ki, əlavə tapşırıqları uşaqlara verirəm. Əlavə iş dəftərləri almışam, ya onları işləyirlər, ya da ki, oturub şəkil çəkirlər. Yəni, bir sözlə, mən mətbəxdəyəmsə, mütləq uşaqlarım da mətbəxdə olmalıdırlar, yanımda fırlanmalıdırlar. Özü də bu balaca ikisi. Bir də suala cavab vermək istəyirəm, hansı ki, tez-tez rastlaşıram. Qızlar yazırlar ki, niyə sənin uşaqların kömək eləmir? Əlbəttə ki, uşaqlarım mənə həmişə kömək eləyirlər. Hərəsinin öz işi var, onlar öz otaqlarını yığışdırırlar. Düzdür, səliqəli yığmırlar, amma yenə də o tör-töküntü nə varsa ortalıqdan hamısını yığışdırırlar. Sadəcə olaraq ki, mən onları çəkmirəm, göstərmirəm. Bir də mətbəxdə elə olur ki, mən nəsə iş görürəm, uşaqlara tərəvəzlər verirəm ki, onları təmizləsinlər. Mən yemək bişirəcəm, misal üçün də birazdan. Onlar onu təmizləyirlər, ya da ki, bu qablar məsələsi, qabları oçretlə, növbə ilə yerləşdirirlər şkaflara. Onlar əlbəttə ki, mənə kömək eləyirlər. Bəzi vaxtları mən özüm yadlarına salıram mənə kömək eləsinlər, bəzi vaxtları isə özləri gəlirlər, mənə kömək eləyirlər. Çox vaxtı oğlum kömək eləməyə çalışır. Elə bil ki, oğlum daha mənə yazığı gəlir, çox yazığı gəlir. Hamı istirahət eləyir. O ancaq fikir verir ki, mən bütün günü mətbəxdəyəm, nəsə iş görürəm. Özümdən asılı deyil. Mən özümə iş tapıram. Misal üçün, ev səliqəlidir, mətbəxdə işim yoxdur. Mən bir yerdə otura bilmirəm. Gedirəm, özüm üçün bir iş tapıram. Şirniyyat bişirirəm, maraqlı bir salat hazırlayıram və belə də mətbəxdə ilişirəm. Bir sözlə özümə mətbəxdə iş tapıram. Həmişəki kimi bir yemək bişirmişəm və xeyli qablar yığmışam. Bir də bayaq uşaqlar yemək yemişdilər. O qablar da üstünə gəldi və ona görə qablarım həmişəki kimi çox yığıldı. Bunları yuyub yığışdırandan sonra yenə də sərəcəm
stolun üstünə, onlar qurusun və sonra növbə kimindirsə gəlib uşaqlar özləri bunları yerləşdirəcəklər öz yerinə. Qabları demək olar ki, heç vaxt silmirəm. Onlar özləri öz xodunla quruyurlar. Yalnız misal üçün evdə qonaqlar varsa və çoxlu qab işlənilir, lap çoxlu işlənilir və onları tez ortadan götürmək üçün onda silirəm və tez ortadan götürürəm. Amma özümüz evdə olanda heç vaxt qabları silmirəm. Bunları belə tərsinə çevirirəm və onlar öz xodundan özləri quruyurlar. Bəzi videolarda hardakı mən qabları yuyuram və əlcəksiz yuyuram. Qızlar həmişə yazırlar orada ki, əlcək tax, əlcəksiz qabları yuma, əllərin quruyacaq və həqiqətən də siz düz deyirsiniz. Mənim qışda əllərim çox quruyur, dəhşət çox quruyur. Yayda əlcəksiz işləsəm belə əllərim heç qurumur. Amma unuduram nədənsə. Əlcəyi artıq gözümün qabağında belə asıram ki, gözüm görsün və qabları yumamışdan qabaq tez onu taxım. Amma yenə də unuduram. Əlimi salıram suyun içinə, sonra yadıma düşür ki, əlcək taxmalıyam və daha taxmıram çünki əllərim suludur. Belə də davam eləyirəm qabları yumağa. Düzdür, bu yaxşı bir şey deyil. Əllər həqiqətən də quruyur. Sonra onu təzədən köhnə varianta qaytarmağa çox çətin olur. Yəni yumşaltmaq çox çətin olur. Mən misal üçün qışda gündə 4-5 dəfə əlimə krem sürtürəm, amma yenə də əllər quruyur. Yəqin ki, krem yaxşı deyil, daha da nəmləndirici krem lazımdır ya da ki, vazelinə oxşar bir sastavda olsun belə bir krem lazımdır. Düşünürsən ki, burada nə var? 1-2 dənə qabda tez bazar yuyaram və çox şampundan oynamayacağam, amma alınmır. Oranı sürtürsən, buranı sürtürsən, sonra görürsən ki, peçi də silmək lazımdır. Elə bu arada mən də bütün qabları yudum, yığışdıracağam indi və keçəcəm peçə. Peçi də təmizləyəcəm. Əslində peç məndə təmizdir. Axşam yumuşdum. Sadəcə toz var idi biraz üstündə. Onu da üstündən keçdim və peçi təmizləyənə qədər gözüm sataşdı kafilə. Baxdım ki, orada biraz damcılar var idi, yağın damcıları. Fikirləşdim ki, bunu da tez silim və çıxacam daha mətbəxdən. Amma kafeli silən vaxtı yuxarı baxdım və gördüm ki, orada da tozludur. Çoxdan da oranı silməmişdim və şvabranı götürdüm və başladım yuxarı tərəfi kafeli silməyə. Məndə aspirator yoxdur. Çünki elə bir yerə qoymuşuq ki, bu peçi. Ora heç cürə aspiratora asmaq alınmır. Həm də ki, burada pəncərə var. Yemək bişirəndə həmişə pəncərəni açıram və otaqlara iyi zad getmir. Hamısı çıxır çölə. Yəni aspiratora heç ehtiyac yoxdur. Mən əvvəl fikirləşirdim ki, ağ mebel mətbəxdə saxlamaq çox çətindir. Bir də ağ kafel lap çətindir. Çünki bütün günü yemək bişirirsən, damcılar gedir, yağ, hər şey görsənəcək. Qorxurdum ağ kafel qoymağa, amma sonra qohumlarda görmüşdüm ki, onlar da ağ kafeldir və onlar əksinə çox tərifləyirlər. Deyirlər ki, saxlamaq çox asandır, bütün günü silmək lazım deyil. Çünki ləkələr və o yağın izləri heç nə görsənmir. Həqiqətən də elədir. Bizim kuxna mebeli ruçkasızdır, yəni orada ruçka yoxdur. Maqnitlandır. Hər gün 100 dəfə bəlkə də açıram, bağlayıram, uşaqlar deyiləm. Mən əslində səliqəli açıb bağlayıram. Özümə bir küncdə yer qoymuşam, işarə elədim ki, yəni buradan həmişə açacam. Elə o nöqtəyə hər dəfə basıram. Amma uşaqlar mətbəxdən, daha doğrusu şkafdan nəsə götürüb ya da ki, qoyanda barmağın 5-ini də eləyirlər və yəni əgər mebel rəngli, tünd rəngdə daha doğrusu olsaydı, mən yəqin bütün günü orada silərdim. Amma çox şükürlər ki, yaxşı ki, ağ eləmişəm və uşaqların əl izləri orada elə də görsənmir. Amma yenə də buna baxmayaraq günün sonunda mətbəxin işini qutaranda şkafı da aşağı tərəfini həmişə silirəm və mətbəxdən çıxıram. Amma bu yuxarı hissə lap gec silirəm, çünki ora heç açmıram. Əlbəttə ki, onların içi hamısı doludur, mənim qablarım çoxdur. Qonaqlar gələndə oradan qabları çıxardıram. Gündəlik qablar məndə aşağıdadır və ona görə yuxarıdakı şkafları demək olar ki, heç işlətmirəm. Nəhayət ki, mənim işim sona gəlir, çatır. Bu mənim axırıncı işimdir. Şkafı siləcəm və salam mətbəxdən çıxacam. Yeməyim hazır, mətbəxim səliqəli və mən artıq gedib istirahət eləyə bilərəm.
Özümə belə dietik laduşki düzəltmişəm. Burada Gerkules, alma rəndələdim çorkadan və vanil. Bir də 3-4 qaşıq süd əlavə eləmişəm. Qatıqla da eləmək olardı, amma mən südlə elədim. Və çox qəşəngdir, dadlı alındı. Birini artıq yedim, dadına baxdım. Çox yaxşı oldu, şirindir. Çünki alma çox sulu idi, həm şirin idi, ona görə çox dadlı alındı. Mən şirniyyatı dəhşət çox sevənəm və ona görə mənim üçün dietada oturmağa çox çətindir, əziyyət çəkirəm. Çünki 4-5 gün özümü güc bəla ilə sıxıram, ondan sonra bezirəm və başlayıram çoxlu şirniyyat yeməyə. Və belə bir şey eləməyim deyə özümə belə aladuşki düzəltmişəm. Bunu smetanla yemək olar, smetana batırıb ya da ki balla yemək olar. Amma mən heç bir şeylə yeməyəcəm. Bunu çayla içəcəm. Belə. Nə qədər ki gücüm var, hər gün çalışacağam sizin üçün video paylaşım. Amma sizdən xahişim var, əgər kanalıma hələ abunə olmamısınız, mütləq dəstək olmaq üçün abunə olun. Rəy bölməsinə smaylik saxlamağı və like eləməyə də unutmayın. Mən isə həmişəki kimi hər birinizə can sağlığı arzulayıram. İnşallah ki, növbəti vlogda görüşərik. Hələlik.